Salam, bugün sizinlə çox maraqlı bir mövzuya baxacağıq. Autizmli insanlar onlayn məkanlarda, məsələn Reddit kimi yerlərdə öz təcrübələrini necə bölüşürlər? Bəli, salam. Bu həqiqətən önəmli bir məsələdir. Əlimizdə də çox samballı bir mənbə var. Trento Universiteti, ABŞ və Britaniya universitetləri ilə birlikdə 700 mindən çox Reddit yazısını analiz edib. Bu haqda Neuroscience News-da məlumat verib. Çox böyük həcmli bir tədqiqatdır, həqiqətən. Məqsədimiz də odur ki, bu söhbətlərə birbaşa qulaq asaq, yəni autizm təcrübəsini məhz onların öz dilindən anlamağa çalışaq. Bəli, görək bu geniş miqyaslı analiz nə deyir? Təsəvvür edin 700 min yazı. Tədqiqatçılar bu qədər məlumatı anlamaq üçün təbii dil emalı, yəni NLP texnologiyalarından istifadə ediblər. NLP, yəni kompüterlər bu mətnləri oxuyub əsas mövzuları çıxarıb. Tam olaraq. Bu algoritmlər, belə deyək, avtomatik şəkildə mətnləri qruplaşdırır. Hansı mövzuların daha çox müzakirə olunduğunu müəyyən edir. Minlərlə insanın söhbətindən ümumi mənzərəni çıxarır. Çox maraqlıdır. Yaxşı, gəlin bu tədqiqatın içərisinə biraz daha dərinə gedək. Nə tapıblar? İlk nəzərə çarpan nədir? İlk və bəlkə də ən maraqlı məqam odur ki, söhbətlər heç də ancaq çətinliklər barədə deyil. Hə, elə mən də onu düşünürdüm. Yəqin ancaq problemlərdən danışırlar deyə. Yox, əksinə, çoxlu gündəlik mövzular var. İnsanlar musiqi zövqlərini, sevdikləri yeməkləri bölüşürlər. Hətta, məsələn, dost tapmaq üçün bir-birlərinə məsləhətlər verirlər. Deməli, bir növ sosial dəstək şəbəkəsi kimi işləyir bu platformalar. Güclü bir bağlılıq hissi var deyəsən. Bəli, bəli. Bu çox vacibdir. Göstərir ki, bu məkanlar həm də aidiyyət hissi, ortaq maraqlar tapmaq üçün bir yerdir. Amma təbii ki, çətinliklər də müzakirə olunur. Elədir. Mənbədə də qeyd olunur. Məsələn, sosial münasibətlərdəki çətinliklər, sonra steaming davranışları var. Aha, steaming yəni təkrarlanan hərəkətlər. Bunlar çox vaxt özünü tənzimləmək, sensor yüklənməni azaltmaq üçün edilir. Düzdür. Sensor həssaslıqlar da var. Məsələn, səsə, işığa qarşı həssaslıq, diaqnozda yaşamağın özü, müalicə, dəstək yolları axtarmaq, bunlar da gündəlik reallıqlardır. Bəli. Və bütün bunların fonunda çox diqqət çəkən bir məqam ortaya çıxır. Bu söhbətlərdə autizmin özünün necə qəbul edilməsi. Necə yəni? Fərqli bir yanaşma var. Tədqiqatçılardan biri Gianluca Esposito vurğulayır ki, müzakirələrdə dominant olan fikir autizmi bir pozuntu və ya qüsur kimi görməməkdir. Maraqlıdır. Bəs necə görürlər? Daha çox dünyanı fərqli anlama, fərqli qavrama tərzi kimi. Yəni söhbət neyromuxtəliflik anlayışından gedir. Bu köhnə stereotip var güya autizm mütləq koqnitiv əlillikdir, o burada təsdiqini tapmır. Deməli, bu onlayn icmalar, belə deyək, autizmə baxışı yenidən müəyyənləşdirir. Bir xəstəlik kimi yox, insan təcrübəsinin bir parçası kimi. Bu əslində çox böyük fərqdir. Məhz. Və bu da bizi başqa bir vacib məsələyə gətirir. Maskalanma. Maskalanma. O nə deməkdir? Tədqiqatın digər müəllifi Alessandro Carollu bunu belə izah edir. Autizmli insanlar çox zaman cəmiyyətin gözlədiyi davranışlara, yəni neyrotipik standartlara uyğunlaşmaq üçün öz həqiqi hisslərini, reaksiyalarını gizlətməyə məcbur olurlar. Yəni özləri kimi davranmırlar. Başqaları qəbul etsin deyə. Bəli, bir növ maska taxırlar və bu maskalanma onlar üçün, necə deyim, çox böyük emosional yük, stres deməkdir. Bu maskalanma məsələsi doğrudan adamı düşündürür. Deməli, Carolloya görə əsas problem autizmin özündən çox, cəmiyyətin bu fərqliliyi qəbul etməyib, insanları özlərini gizlətməyə məcbur etməsidir. Tamamilə doğrudur. Əsl ağırlıq insanın daim özünü bastırması, öz həqiqi kimliyini ifadə edə bilməməsidir. Və tədqiqatın bu nəticəsi əslində bir çağırışdır. Kimə çağırışdır? Klinik mütəxəssislərə, təhsil işçilərinə, bəlkə də diqqəti fərdi düzəltməyə çalışmaqdan çəkib, daha çox qəbul edici, dəstəkləyici mühitlər yaratmağa yönəltmək lazımdır. Elə mühitlər ki, insanlar özlərini maskalamağa ehtiyac duymasınlar. Başa düşdüm. Beləliklə, bütün bu təhlildən çıxan əsas nəticə nədir sizcə? Məncə ən əsası, autizmli insanların öz səslərinə qulaq asmağın nə qədər vacib olduğudur. Bu, Reddit yazıları birbaşa mənbədir. Yəni onların real təcrübələri, narahatlıqları, prioritetləri, bunlar bəzən həkim kabinetində, terapiyada üzə çıxmayan şeylər ola bilər. Düzdür,
Bu online söhbətlər onların həyatına, belə deyək, bir pəncərə açır. Maraqları, çətinlikləri, dəstək mexanizmləri haqqında çox zəngin məlumat verir. Neyromüxtəlifliyin qəbulu, maskalanma təzyiqinin azaldılması kimi mövzuların aktuallığı da çox aydın görünür. Gördüyünüz kimi bu virtual məkanlar sadəcə boş söhbət yerləri deyil, həm də ciddi bir anlayış və dəstək mənbəyidir. Elədir və bu da bizi son bir vacib düşüncəyə gətirir. Bu tədqiqat onlayn məkanların dəyərini göstərdi amma Amma nə? bir sual yaranır. Bu virtual müzakirələr real həyatdakı təcrübələrin bütün spektrini nə dərəcədə əhatə edir? Və daha da önəmlisi, bu onlayn məkanlarda formalaşan o dəstək, o anlayış mühitini real həyata, cəmiyyətimizin bütün təbəqələrinə necə köçürə bilərik? Bu həqiqətən də üzərində düşünməyə dəyər bir sualdır. Yəni onlayn dəstəyi real həyata necə inteqrasiya etmək olar?